Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün dövr operatorlarından 11.5-ci bölmədən Kodera kitabından 26-cı sualın izahını verəcəm. Sual çox maraqlı suallardan biridir. Gəlin vaxt itirmədən sualımızın izahına baxaq. Sualda bizə deyilir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, tamam. Baxaq sualımıza, sualın izahına. Deyilir ki, x-i 5 verib, s0 verilib və bizdən x-i 5 verib, s-i 0 verib və p1, t isə 0 verib. Gəlin görək bizim dövrümüzdən nə zaman çıxacaq? Yəni dövrdən nə zaman yox qoluna gedib dövrümüzü dayandıracaq. Baxın, nə qədər ki, while dövrü şərtli dövrdür. Nə qədər ki, bizim şərtimiz doğru olacaqsa, şərt ödənəcəksə, o qədər də dövr işləyəcək. Yəni, nə qədər ki, s 100-dən kiçik bərabər olacaq, o qədər də dövr davam edəcək. Dövrdən çıxma halı demək nə vaxt olacaq? S böyükdür 100 şərtində. Gəlin görək, bəs s hansı dövrdə, yəni neçənci dövrdə 100-dən böyük olacaq? Dövrümüzü tapsaq, s-in ilkin qiyməti 0-dır. Dövrümüzə də 1k kimi yanaşsaq, 0 üstə gələk 4k, böyükdür 100 olduqda dövrdən çıxır. Buradan k-nı tapsaq, k böyükdür, olacaq 25. Yəni, bunu da ödəyən şərt 26-dır. Deməli, ümumi 26 dövrdür. Aha, tamam. Bura qədər yəqin ki, sizin üçün aydındır. İndi gəlin davam etsək, görəcəyik ki, baxın, burada bu hissədə nə deməkdir? Bizdən nəyi tələb edir? Bizdən tələbi ondan ibarətdir ki, nə zaman dövrü işləyəcək? Yəni, dövr o zaman işləyəcək ki, dövr o zaman davam edəcək ki, tək qiymətlərində. Yəni, x-in tək qiymətlərində. X tək qiymət alanda düşüb s bərabərdir, s plus 4 işləyə biləcək. Aha, tamam. Bəs neçə dənə tək qiymət görüb? 26 dənə. Yəni, bizim 26 dənə tək qiymətimiz olub ki, dövr işləyib. Bu gəlib, bəs dövrə girən ilk tək qiymətimiz neçədir bizim? Dövrə girən ilk tək qiymətimiz 5-dir. Dövrə girib ilk tək qiymətində, yəni x-in 5 qiymətində, x bərabərdir 5 olanda, yoxlasaq, 5-in 5 kiçik bərabərdirmi 100-dən? Yəni, burada gəlib daha doğrusu yoxlayıb, s-i yoxlayıb, 0 kiçik bərabərdirmi 100-dən? Hə, və gəlib, bu şərt ödənib, keçib aşağıya, yoxlayıb ki, 5-in 2-yə bölünməsindən alınan qalı 0-a bərabərdirmi? Hə, s bərabərdir 4 olub. Yəni, mənim x-imin ilkin tək qiymətində s-imiz olub 4. Neçə dənə tək qiymət görüb? Dövr neçə dəfə hərəkət edib? Ümumi s, yəni 26 dəfə işləyib. Yəni, bu s hissəsi, bu hissəmiz bizim 26 dəfə dövr edib. Deməli, bu 26 dənə tək qiymət görüb. İlk tək qiymətimizin qiyməti 5-dir. Bəs 26-cı tək qiymətimizin, yəni belə deyək də, 26-cı tək qiymətimiz dövrümüz hansı qiyməti alıb? Bunu tapmaq üçün yeniyəcək. Düstur belədir. 5, üstə gələk, 26 vuraq 2, çıxaq 2. Qaydamız budur. Deməli, bu da edəcək 55. Bu 55-ci dövrdə gəlib, yəni buranı yoxlayıb, s-i işləyib və bir də gəlib x bərabər x plus 1 alıb. Deməli, x-imizin qiymətini burada tapdıq 55, əslində x 55 yox, 56 olur. Çünki bir dəfə də gəlib burada işləyir. X bərabər oldu 56-ya. Tamam. X-imizin qiyməti məlum. X-imizin qiymətini aldıq. Sonra nə edib? Sonra isə gəlib, x-in qiyməti məlum. Bizdən nə istəyir? P-ni və s işləyir. S-in də qiyməti 26 dövr gedibsə, deməli, s-də nə olub? 26 dövrümüzdə 0 üstə gələk. 4 vurulsun 26 olubsa, s-in də qiyməti 104 edib. Tamam. X-imizi tapdıq, s-imizi tapdıq, qaldı P. P nə zaman dövr edib? P-nin dövrü isə artıq fikir verin, P S-lə, if-lə eyni istiqamətdədir. Yəni, onlardan asılı vəziyyət deyil. Deməli, biz bunlar üçün bir dənə də ümumi dövr tapmalıyıq. Yəni, bu ümumi dövr neçə dəfə işləyib? İlk gördüyü qiymət, ilk tək qiymətimiz 5-dir. İlk tək qiymət 5 görüb. Sonuncu tək qiymətimiz neçə olub? 55 olub. Sonuncu tək qiymətimiz 55 olub ki, S artıq 104 qiymətini alıb və dövrdən çıxıb. 55 olubsa, deməli, yəni hesablanan axırıncı x-imiz yox, sonuncu dövrə girdiyimiz 55 olub. Deməli, 55 ilə 5 arasında ümumi neçə dövr getdiyini tapmaq üçün 55-dən 5-ini çıxıb üzərinə 1 gəlir. Ümumi neçə dövr olduğunu. Bu deyilir 51.
Deməli bu P bərabərdir P plus 3 51 dəfə işləyib. Hesablasaq P-nin ilkin qiyməti 1-dir. 1 üstə gələk 51 vuraq 3. Bu da eləyəcək 153 154. P-imizin də qiymətini tapdıq 154. Deməli X-in qiyməti alındı 56. P-nin qiyməti 154. S-in qiyməti isə 104 olub. Deməli baxaq belə cavabımız olacaq B variantı.